Gələn metallar birinci qrupun çəhrayı metallardır. Litium, natrium, kalium, rubidium, sezium, fransiyum. Və deyir ki, burada X maddəsi oksigenlə bilirsiniz ki, oksigenlə reaksiya zamanı bu peroksidin formuludur, bilirsiniz. Bu da hansıdır? Peroksid əmələ gətirən natrium. Deməli, X maddəmiz natriumdur. Daha sonra ikincidə isə Y2O, yəni litiumdur. Çünki litium oksid əmələ gətirir. Kalium superoksid, kalium O2. İndi deyir ki, litium və natriumu müqayisə eləyək. Və doğru ifadələr istəyir, diqqətli olun. Bərklik deyir ki, Y-də böyükdür, yəni litiumda böyükdür. Bəli, mən o gün qaydada paylaşmışdım ki, yuxarıdan aşağıya doğru getdikcə bərklik azalır. Yəni litiumda daha yüksək bərkliyə malikdir. Bir doğrudur. Atom radiusu yuxarıdan aşağı doğru artır. Ona görə mənim X-ımda daha güclü olacaq. Bəli. Reduksiyeci də yuxarıdan aşağı artır. R-dır. Yenə var radiusun R-sı, reduksiyecinin R-sı artır. Ona görə yenə X da böyük olacaq, səhv deyir. Ərimə temperaturu deyir ki, X da böyükdür, yəni aşağıda. Ərimə temperaturu azalır aşağıya doğru getdikcə, azalır. Deməli, baxın, iki dənə qayda var ki, aşağıya doğru azalır. Bərklik, bir də ərimə temperaturu, onu paylaşmışdım statusda. Aşağıya doğru azalan iki dənə qayda var. Bərklik və ərimə temperaturu. Qalan hamısı aşağıya doğru artır. Ona görə də deyir ki, X da çoxdur, xeyr, yanlışdır. Cavabımız olacaq 1-2.